Bugün qarşılaşdığım bir hadisə məni dəhşətə gətirdi ki, bu necə baş verə bilər? Hadisə Şəkidə baş veribdi. Şagirdlər öz sinif yoldaşını aparıb dağda döyüblər, təhqir ediblər, söyüblər və onlar hansı cəzanı alıb mən bilmirəm. Fuad, hə? Hardan gəlmisən Fuad? Şəkidən gəlmisən. Hadisə hansı məktəbdə baş verib? 12 nömrəli tam orta məktəb. 12 nömrəli tam orta məktəbdə ayın neçəsi? Ayın 9-u, bazar günü. Bazar günü. 9 hə. Bazar günü evdə idi. Necə baş verdi? Bazar günü elə bir ki, bir gün qabaqdan qrupda söhbət düşmüşdü. Məktəb paltarı ilə əlaqədə. Nə söhbət? Ki, hansı rəngi, hansı sinif seçəsi. Bizdə də ortaq qrup var idi. Nəsə orada söhbət düşdü. Orada da qızlar dalaşanda mən dedim ki, yəni paltarın heç bir önəmi yoxdur da, əsas odur birlikdir, bərabərlikdir. Əlbəttə, savad, bilik. Onsa əylənməyə baxasınamı? Onda biz tərəfdən olan qızların biri əsəbləşdi ki, sən niyə onlara yan çıxırsan? Başladı yəni təhqirami sözlərdən istifadə eləməyə. Mən də dedim ki, məhsis eləməyək da bir-birimizə. Nəsə, o məni qıcıqlandırdı. Sonra mən də onunla ağır danışdım. Qızla? Qızla ağır danışdım. Yəni, təhqir zad eləmədim heç vaxt. Olsa kobud danışdım biraz. Kobud danışdım. Ondan sonra getdim qızdan üzr istədim həmən günün axşamı ki, yəni qız da nə də olmasa xəttində deyər, sinif yoldaşımdır. Ondan sonra bunlar axşam o mən döyən uşaqların biri ilə danışdılar ki, onu cevd döyəsi yox, belə qızla danışdılar. Qızın da xəbəri olubdur. Səni döyməkdən qızın xəbəri olub. Yaxşı, bazar günü nə baş verdi? Bazar günündə zəng gəldi səhər ki... Kim zəng elədi? O, həmin uşaqlar. Həmin uşaqların adını de. Məhəmməd, Ennur, Musa, İlham... Bu neçə nömrəli məktəbdə baş verir? 12 nömrəli tam orta məktəb. 12. 12 nömrəli Şəki şəhərində tam orta məktəb. Aha. Çağırdı Məhəmməd ki, gəl məktəbin qabağına söhbət eləyək. Yəni sən bilmirdin ki, səni çağırırlar təhqir eləməyə, döyməyə. Yox. Mən də dedim ki, yəqin sinif yoldaşımdılar da, söhbət eləyib, aydınlaşdırıb qaydarıq. Keçdim məktəbin qabağına, 4 nəfər idilər, mən də tək idim. Sonra qayıtlar dedilər ki, gedək dağda söhbət eləyək. Dedim ki, gedək. Mən bunlarla qalxanda Məhəmməd qayıtdı, dedi ki, elə yerə gedək ki, evlər olmasın, heç kim səsimizə eşitməsin. Necə yəni? Onda da başa düşmədin ki? Onda başa düşdüm, daha gec idi, oradan qaçmağa. Telefonun yox idi üstündə? Telefon var idi, dağda ses tutmurdu eşki. Neysə, qaldırdılar səni dağa? Qaldırdılar dağa, bir müddət 10-15 dəqiqə söhbət eləyəndən sonra mən sakitdirdim, mənə danışmağa qoymadı. Neynirdi? 10-15 dəqiqəlik söhbət nədən ibarət? Təhqir eləyirdi, danışmağa qoymurdu, deyirdi, niyə qızın tərəfini tutmamısan? Məndən əlavə 2 nəfər də oğlan uşağı var idi ki, məndən yəni də mənə tərəfini tuturdu. Yəni, onlar da hədəliyirdi mənim yanımda. Onlar da sənin yanında? Yox, onlar mənim yanımda deyil. Sənə hədəliyirdilər ki, onların başına? Onlar da başına sənə başlayacağından gələcək. Yəni, başlarlar təhqir eləmək. Nəysə, təhqir, söyüş sonra nə baş verdi? Sonra Məhəmməd mənə ailəmə qarşı söydü, bir atdım qabaq atdı, dedim yəqin burası da, mən bir dənə Məhəmmədə vurdum. Sonra Məhəmməddən dava eləməyə başlayanda ikimiz idi o, daldan Ennur gəldi mənə tutdu, sürüdü, yerə yıxıbdı. Yerə yıxıdandan sonra başladılar dizlə, təpiklə, bir də yumruqla vurmağa. Bu proses nə qədər baş verdi? 10-15 dəqiqə arası döydülər, əllərimlə üzümü tutmuşdum. Ennur gəldi, əlimi açdım, Məhəmməd yenə üzümə vurdu, vura dururdular. Sonra mən bir müddətlik nəfəsim kəsildi, huşum getməyə yaxın olanda dedilər ki, üzr istə, mən dediklərimizi dinlə. Nə dedilər onlar? Necə bir? Təhqiramiz ifadələr, insan alçalıcı. Səni də çəkirdilər? Mən çəkildiyimdən xəbərim yox idi, çünki mən görmürdüm, bir gözüm şişmişdi. Yəni, huşum, başımı özümü hiss eləmirdim. Yəni, özünü hiss eləmirdin və o halda deməli sən üzr istəyirsən və onlar da çəkir. Aha, səsimi də yazıb qrupa atırlar və... Qrup da var, uşaqların qrupu. Həmən qrupa sənin səsini də atırlar. Sonra axırda birinci səs onlar dediyi kimi atmadım. Dillər ki, elə atmasan, yəni təhqiramiz şəkildə. Sənə yenə döyüş yox.
Mən də daha Məcbur oldum, ölməyə yaxın idim çünki boynuma heç yerim hiss eləmirdim. Məcbur atdım. Sonra Məhəmməd yenə üstümə gələndə İlham tutdu Məhəmmədi uzaqlaşdırdı, dedi düşün daha bəs bu qədər. Onlar Və sən qaldın mən dağda. Də dağda tək başıma qaldım. Bir 20 dəqiqə huşum itdi, orada yatdım, duramadım ayağa. Heç yerim hiss eləmirdim. Sonra çünki o dağda itlər olur. Yəni onlar mənə görsəydi parçalayardılar. Mən də məcbur sürünə bir müddət düşdüm. Orada dik ərazidə gördüm ya sürünmək mümkün deyil. Çünki sürünəndən sonra ora aşağı doğru gedir deyə yumalanmaq riski var. 5-10 dəqiqə yerimdə oturub, sonra ayağa durdum. Aşağı başladım yavaş-yavaş düşməyə. Aşağı düşəndə də İlhamla Musa qabağıma gəldi ki, kiminsə nömrəsini verəcək, səni götürsün, buradan sən belə vəziyyətdə gedəməzsən. O döyənlər sırasında olanlardır, hə? Onlar ancaq amma dağdan indində sənin telefonun artıq seti tutmurdu. Yox, tutmurdu, mən onda telefon tutmurdu. Aydındır. Və sonra yəni bu neçə gün 9-unda döyülmüsən, hələ də gözünün içərisi qan, hələ də nəysə gəldin evə. Mənim üçün çox maraqlıdır. Şikayət etdinizmi? O uşaqların aqibəti necə oldu? Məktəb hansı addım atdı? O uşaqlar məktəbdən qovuldu mu? Töhmət aldı mı? Mənə dostum evə gətirdi, vəziyyət pis idi. Onları mənə danışma. Mənə danış görüm ayın 9-dan sonra məktəbdə nə baş verdi? Şikayətə getdik, şikayət elədik. Sonra bu uşaqları buraxdılar kölə. Ondan sonra da müdür dedi ki, ayın 1-nə kimi vaxtlar var. Ayın 1-dən sonra dərslərinə gəlməlidir. Heç cür bunları çıxardanmarıq. Nə də eləsələr çıxardanmarıq məktəbdən. Niyə? Bilmirəm. Səbəb? Səbəbini bilmirəm. Yəni bu 4 uşaq sonra valideynləri gəlsin, sizdən üzr istəsin. Nə bu şeylər oldu, olmadı? Gəl bir təvə hədələdi atası, valideyni. Atası bu hadisədən sonra səni hədələyir. Yox, bizim qapımıza gəlib umumi hədələdi ki, mən uşağıma nəsə olsa, amma öldürəcəm, belə elə. Ondan sonra çox gəlmədi, şikayət elədi. Anam buradadır mı? Hə. Aydın.